Serbiyada prezident Aleksandr Vučićə qarşı etirazlar yenidən kəskinləşməyə başlayıb. İyunun 28-də Belqradda keçirilən kütləvi aksiya iştirakçılarına zor tətbiq ediləndən və etirazçılar saxlanılandan sonra tələbələrin başçılıq etdiyi protestlər güclənib. İyunun 30-u səhər saatlarından Serbiya şəhərlərində minlərlə hökumət əleyhdarı etirazlara çıxıb, küçələrdə barikadalar qurulub. Aksiya iştirakçıları saxlanılan yoldaşlarının azad edilməsini tələb edirlər. Paytaxt Belqradın müxtəlif yerlərində metal bariyerlər qurulur. Prezident Vučić isə deyir ki, hüquq mühafizə orqanları hələ daha çox həbslər etmək niyyətindədir. Daxili İşlər naziri polisin 77 nəfəri saxladığını, ən azı 38 nəfərin isə iyunun 29-na kimi hələ də həbsdə olduğunu açıqlayıb. Ölkədə etiraz dalğası keçən il noyabrın 1-də 16 nəfərin ölümü ilə nəticələnən Novi Sad dəmiryol vağzalının damının çökməsindən sonra başlayıb. Etirazlar korrupsiya və idarəçilik qüsurlarına qarşıdır. Səlahiyyət müddəti 2027-ci ildə bitəcək. Vučić nümayişlərin arxasında xarici güclərin dayandığını bildirir, korrupsiya ithamlarını rədd edir. Etirazçılar isə özlərini hansısa müxalif partiya xarici dairələrlə əlaqələndirmirlər. Onlar həmçinin Avropa Birliyinin etirazlara susqun qalmasını da tənqid edirlər.